Dəyərli izləyicilər, bu gün həmkarım Sənan Vəzədə ilə birlikdə məlumatların sosial şəbəkələrdə paylaşılmasının risklərindən danışacağıq. Sənan bəy, sosial şəbəkələrdə paylaşdığımız gündəlik məlumatlar nə üçün təhlükəli ola bilər? Çünki bu məlumatlar gələcəkdə bizə qarşı hədəflənmiş bir kiberhücum üçün faydalı bir məlumat mənbəyi ola bilər. Çünki biz paylaşdığımız məlumatlarda bizim olduğumuz məkan məlumatları və bizi kimliyimizi təsdiqləyən fərdi məlumatlar ola bilər. Bəs şəkilləri və faylları göndərərkən onlarla birgə hansı məlumatlar ötürmüş oluruq? Ümumiyyətlə, şəkil və fayl tipli məlumatları paylaşarkən biz tək onları yox, onların metadata dediyimiz texniki digər məlumatları da onlarla bərabər paylaşmış oluruq. Bu, həmin fayllar üçün yaradıldığı, çəkildiyi məkan, yaradılma tarixi və digər məlumatları ehtiva edə bilər. Bundan başqa, həmin faylda və ya görüntüdə bizim üçün kritik olan məlumatlar öz əksini tapa bilər. Bu da paylaşım zamanı yenə bizə qarşı hər hansı bir kiberhücum üçün faydalı məlumat kimi istifadə oluna bilər. Fərdi məlumatlarımızın sosial mühəndislikdə necə istifadə olunması barədə də istərdim danışaq. Ad, soyad, doğum tarixi, ailə vəziyyəti və bu kimi digər fərdi məlumatlar dələduzluq sxemlərində bizim kimliyimizi doğrulamaq üçün istifadə oluna bilər. Bəs maliyyə məlumatlarının paylaşılması hansı risklərə gətirib çıxara bilər? Maliyyə məlumatları dedikdə kart məlumatları, bank hesablarına olan giriş məlumatları, kartın 16 rəqəmli nömrəsi CVV və bank tərəfindən göndərilən OTP kodlarını nəzərə ala bilərik. Bu kimi məlumatların aktiv olaraq paylaşılması bizə qarşı olan dələduzluq sxemlərində hesablarımızın boşaldılması və ya banklarda bizim adımızdan aparıla bilən əməliyyatlara gətirib çıxarıla bilər. O zaman vətəndaşlar paylaşım etməzdən əvvəl özünə hansı sual verməlidir? Cavab əslində çox sadədir. Vətəndaşlar paylaşım etməzdən əvvəl özlərinə bir sual verməlidir. Bu paylaşımda olan məlumatlar mənə qarşı istifadə oluna bilərmi? Əgər cavab bəlidirsə, paylaşım etmək olmaz. Hörmətli vətəndaşlar, unutmayaq ki, hər bir paylaşımımız rəqəmsal izdir və onların təhlükəsizliyi öz əlimizdədir.